Salam, hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Sizə gözəl bir 3 otaqlı, kubcalı mənzil təqdim edirəm. Giriş hissəsini gördünüz. Keçək qonaq otağı ilə də tanış eləyim, sonra bir-bir bütün otaqları göstərəcəm. Kubcalı mənzildir, daş binadır, eksperimental layihədir, parka yaxın bir ərazidədir, məktəbə, dayanacağa, Kapital Banka da yaxındır bu mənzilimiz. Belə bir gözəl qonaq otağı var. Bura balkon hissəsidir, mətbəxdən də balkona keçid var. Onu axırda göstərəcəm. Gəlin, baxın, kim alsa Allah xeyrin versin. Allah hər kəsə belə bir gözəl ev qismət eləsin. Keçək, yataq otağını göstərək. Bax, bura bir yataq otağıdır. 3 otaqlı, orijinal. Mənzildir, mərkəzdədir. Paket krişadır, binanın üstü də paket krişadır. 5 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Lift yoxdur, onu da deyək. Kubcalıdır, bax belə bir şkafı da var, şkafçiki var. Bura uşaq otağıdır, hörmətli izləyicilər. Əlaqə nömrəmiz də profildə var. Sizin satışda evləriniz varsa, buyurunuz. Əlaqə saxlayın, hər zaman xidmətinizdəyik. Keçək, mətbəx hissəsini də göstərək. Çox gözəl bir mənzildə. Bu mənzil 2-ci, 3-cü mərtəbədə olsaydı, bu mənzilin bugünkü gün 120 min qiyməti var idi. Amma siz 92 min manata bu mənzilin sahibi ola bilərsiniz. Ayaq yolusudur, hamam otağıdır, ayrıdır. Yəni ki, eksperimental layihədir. Bir daha da təkrar edeyim. Gəlin, baxın, bir dənə mətbəxdə göstərim sizə. Bax, belə bir gözəl də mətbəxti var. Mətbəx meblidir, kombisidir, qalacaq. İndi əşyalardan da istəsəz, yəni saxlaya bilərsiniz, danışıqdan asılıdır. Gəlin, baxın, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.